Salam dostlar, sifət zərf mövzusunda növbəti incə bir məqam. As 3 nöqtələr as quruluşunda as-mi yoxsa as I am-mi olsun? As clever as-mi və ya as clever as I am ifadələrinin hər ikisi testdə görərkən doğru variant kimi götürə bilərsiniz. Adlı kal feil, rəsmi qrammatikada bu belədir. My friend is as clever as I am göründüyü kimi özündən sonra mübtəda xəbər I am tələb edir. İkinci bir bağlayıcı rolunda iştirak edir və arxasında mübtəda və xəbər gəlir. Obyekt halı olarsa danışıqda casual formada my friend is as clever as me. Burada ikinci as sözünü preposition kimi qəbul edilir və obyekt halı me, him, her tələb edir. Xülasə, as, I am və yaxud da me hər ikisi doğrudur. Əgər bütöv bir cümlə gələrsə I am olacaq. Əgər sözün kimi baxacaqsa özündən sonra me gələcək. Diqqətinizə görə sağ olun. Videonu bəyənməyi və paylaşmağı unutmayın ki, digərləri də bu videodan faydalansınlar.